Salam aleyküm. Mən bugün yenə sizlərlə Azərbaycan daxili siyasətə müdaxilə etmək istəyirəm. Mən işim daxili siyasət deyil. Mən xarici düşmənlərlə informasiya müharibəsi aparan adamam, amma bəzən də daxili siyasətə müdaxilə etmək istəyirəm. Çünki reyting xatirinə də olsa məsələlər var ki, məsəl üstündən mən də keçə bilmirəm. Elə məsələlər var ki, desəm öldürərlər, deməsəm ölürəm. Və yaxud bir ceyran sürüsünün başında bir şir qoysan, elə şir sürüsüdür. Və yaxud bir şir sürüsünün başına bir ceylan qoysan, bir sərkərdə kimi ya bir başçı kimi, elə o da qoyun sürüsüdür. Bu məsələlər nəyədir? Bəzən də fikirləşirəm ki, nə yaxşı bizim ölkənin prezidenti var. Kişi hər tərəfli işləyirlər. Məsələn də hərbi siyasətimizi aparır. Özünüz gördünüz, sərkərdə kimi öz sözünü dedi, göstərdi ordumuzun uğurları. 44-45 gün içində həll oldu məsələlər. Daxili siyasət çoxlarının narazıçılıq edirdi və bu da daxili siyasət son apardığı bu həbslər də onu göstərir. Daxili siyasət də uğurlu gedir və indi tarixi siyasətimizə də müdaxilə edir. Kişinin oğlu halallardan bir fikirləşirəm. Milli Elmlər Akademiyasında bir çıxışı vardı. Bütün Ermənistanı qatdı qarışdı bizə. Ermənistandakı toponimlərin adlarını, Sevan gölü yox, Göyçə gölünün adının necə formalaşdırılmasını danışdı. Bütün Ermənistan və onun arxasında duran qüvvələr qarışdı bir-birinə. Və eyni zamanda bizim burada bir qərbi Azərbaycan cəmiyyətimiz var. Hərdən bir fikirləşim, bəs yaxşı bunların fəaliyyətini. Ermənilər parlamentdə sarsağın bayrağı ilə çıxırlar. Və bu cəmiyyətin fikri nədir? Bu cəmiyyət nə iş görür? Amma gördüm ki, son zamanlar bunların da belə sessiyalardan, kütləvi belə salonlardan bunların belə qəşəng şəkilləri, qaratoklu kişilər, belə gər-gərdurlu ki, böyük bir iş görmüş cəmiyyətlər kimi bir fəaliyyət göstərirlər. Hərdən bir o ceylan sürüsü adı yadıma düşdü. Fikirləşirəm ki, bəs bunlar nə iş görür? Amma irəliləyiş var. Dedilər ki, Qərbi Azərbaycan cəmiyyətində bəzi adamlar şəhidlər haqqında kitab çap elətdirir və onun üçün vəsait axtarırlar. Şəhidin yeri yadından çıxıb ki, şəhidin yeri cənnətdədir. Şəhidin yeri Peyğəmbərimiz ağuşunu açıb gözləyir. Onun Qərbi Azərbaycan cəmiyyətinin vəsaiti hesabına yığılan şəhidlər haqqında kitaba ehtiyacı yoxdur. Amma bu cəmiyyət çoxdan ölüb. Bunun yazdığı bastıran lazımdır. Bunu da yerdən götürməyə heç olmasa bir kişi lazım. Bir kişi də biz xoşumuz gəlsə də, gəlməsə, deməsəm də, öldürərlər desəm də öləm, bax bu yerdədir. Bu da əli insan oldu. Gərək onu gətirərlər bu cəmiyyətin başına. Bəli, prezident də gərək onu gətirə, o adamı gətirə bu cəmiyyətin başına. Bu cəmiyyət onsuz da ölüb, bunu heç olmasa qaldırmağa bir kişi lazımdır. Gətirin başına, o cəmiyyət dursun ayağa. Ayıb daxı. Kitap, şəhidlər haqqında kitap çap elətdirir.